Məsələn, o valideynlərinin ona elədiyini görməzdən gəlir. Deyir, valideynim məni sevməyibdi, deyir. Mənə travma verib ya. Ay, səni böyüdüb, səni saxlayıb, hər ay öz maaşından sənə işıq pulu verib, su pulu verib, nə bilim, soyuducunu doldurub, geyim alıb sənə. Bunlar bunu görmürlər. Ya, bu olmalıdır. Dəli siz. O adam o şeyləri ortalığa gətirmək üçün neçə saat işləyibdi. Sən kimdənsə ötürü 3 saat işləyib onun pulunu ona vermisən, verdiyin olubdur. Məsələn, gedin bir 4 saat işləyin, filan kəsə onun pulunu verin. Yaxşılıq eləmək istəyirsiniz. Siz bunu bir dəfə eləyərsiniz. 4 saat gedin mən işləyim. Atan, anam bütün ömrünü çıraq eləyib, sənin uşaqlığına həsr eləyib, səni sevib, sən onu görmürsən və sən Allahı necə sevəcəksən, Allahın sevgisini necə oxuyacaqsan. Allah Quranda deyir ki, baxın içdiyiniz suya, onu biz xoş eləmişik. Yəni deyir ki, onun acı olmadığını, onun içənlərə xoş olduğunu, hətta bunu belə sevgi əlaməti kimi oxumalısan. Bundan belə kövrəlməlisən sən. Deyir ki, göylərə baxın deyir. Yeri də deyir, nənni kimi biz saxlayırıq əlimizdə. Onu da sevgi kimi oxumalısan ki, sən düşmürsən, yıxılmırsan. Vicdansız, sən bu şeyləri duymayacaqsansa, sənə əl, ayaq, göz, işıq, nur, yemək, dağlar, bu gördüyün şeylər belə gözünə oxşayır. Gözünə oxşayan şeylər. Sən bunları məhəbbət olduğunu görmürsən. Çünki valideynin də sənə elədiklərini görmürsən, kör göz. Sən nə zaman Allahın sevgisini duyacaqsan? Və sən yalnız Allahın sevgisini duyanda səndə bu donjuanlıq qurtaracaq. Səndə bu sevgi dilənçiliyi, bu travma söhbəti sevgi dilənçiliyinin başqa ifadəsidir. Bezdirib məni bu artıq.